Deməli yoldaşlar, SS7 deyilən bir hücum yöntəmi var. Çox insanlar soruşur ki, necə olur ki, mənim öz şəxsi nömrəmdə, istifadə elədiyim nömrədə başqa bir digər şəxs WhatsApp açıb, OTP kodları idarə edir, bank hesabımın kodunu əldə edir, bank hesabından pul çıxardır. Bu necə olur? Yəni bu nömrəni mən istifadə edirəm, bu telefonu mən istifadə edirəm. Bunun belə bir yolu var. SS7 hücumu ilə 2G, 3G şəbəkələrinə hücum eləyirlər. 2G, 3G şəbəkələrində boşluq olduğu üçün bu şəbəkələrə rahat şəkildə hücum eləyib istifadəçilərin məlumatlarını əldə edə bilirlər. 4G, 5G şəbəkələrində yoxdur. Bu günümüzdə hazırda ən çox yayılan bu hücum yöntəmidir. Bu hücum yöntəmindən əlavə başqa yöntəmlər də var. İstifadəçilər nömrəni istifadə eləmir. İkinci nömrəsidir. Sadə telefonda istifadə edirlər və yaxud da ki, WhatsApp istifadə eləmirlər həmən nömrədə. WhatsApp istifadə eləmədiyi üçün dələduzlar bu nömrəyə hücum eləyir. Fikirləşirlər ki, bu insanlar bunun fərqində olası deyirlər. Və bu nömrəni ələ keçirirlər, öz pis niyyətlərini istifadə edirlər bu nömrədə. Siz bundan necə qoruna bilərsiniz? Mən bugün onu demək istəyirəm. Birinci, SS7 hücumundan qorunmaq üçün siz 2G, 3G şəbəkəsini bağlamalısınız. Telefonunuzda bu şəbəkə varsa onu 4G-yə, 5G-yə keçirməlisiniz. Və yaxud da operatorunuzla əlaqə saxlayıb SS7-yə qarşı təhlükəsizliyin qurulmasını tələb edə bilərsiniz. Bundan əlavə WhatsApp-ınız nömrənizdə WhatsApp-ınız ələ keçirilibsə və yaxud da nömrənizə WhatsApp açılıbsa, həmən nömrəyə WhatsApp açıb 2 mərhələli təsdiqlənmə kodundan qorunmaya ala bilərsiniz. Və bu sizi 90% hücumdan yayındırasıdır. Ancaq bunlar olmasa, siz açıq hədəfsiz, rahat hədəfsiz, siz artıq hücum oluna bilən, ələ keçirilən bir yemsiz. Bu günümüzdə, bu son illərdə ən çox yayılan bu hücumlardır. Bu hücumlar kütləvi hal alıb, insanlar bu problemlərdən çox əziyyət çəkir, bank hesablarından pullar çıxılır, nömrələri oğurlanır, telefonlarına xoşagəlməz viruslar yerləşdirirlər, xoşagəlməz reklamlar göndərirlər, reklamlar